İndi baza arxiv rejimdədir, düzdür? Get plus, SCCDB. Harada bilirdik arxiv rejimdə? Arşiv, log list. Görürsünüz, ikinci log arşiv deskini göstərir bizə. Biz nə edirik? Birinci zaman bir dənə dedik, table yaradırıq və ondan sonra onun içində rekordları insert edirik. Gəlin Scott üzerindən eləyək. Account is log. Scott unlock. Scott Tiger. Gəlin eyni passwordu saxlayaq. Tiger. Biz nə edəcəyik? Bir table yaradaq, onun içində rekordları insert edəcəyik. Create table. İşçilər bizdə bir neçə table var idi. Gəlin bunun adı işçilər 3 qoyaq. O şeydir, bazadır, VMware'də olan bazadaydı işçilər. Yox, bu da elə eyni bazadır, sadəcə terminalla qoşulmuşam. ID, number, ad, varçar 2, 20. Table created. İçinə rekordları insert edək. Insert into işçilər 3, values. 3 dənə işçi insert edəsək kifayətdir. Uyğar. Moment. Vahid. Okay. Komitələdik. Select bonus from, işçilər, güc. Okay, table'ımız hazırdır. Uşaqlar, indi baxmalıyıq ki, bu table hansı data failda yerləşir. Select bonus from, DBA. Gəlin bana SQL burada yazaq, daha yaxşı görsəniz. Select bonus from, DBA extends. Connection'ımız qırılır ona görə. Veya segment name bərabərdir işçilər 3. File ID 4. Okay. Şimdi baxaq file ID 4 hansıdır? Select rules from DBA data files. Veya file ID bərabərdir 4. Yüzəş 01. Deməli, bizim həmin bu məlumatlarımız saxlanılırdı. Yüzəş 01 DBF bizdə. Uşaqlar, sequence-umuza baxırıq. Bizim axırıncı arxilog, readlog sequence-umuz neçədir? Select rules from ve $log. Current neçədir? 32. Yəni, bura qeyd edək 32. Və bazanı söndürək və bir backup alaq. Call backup, user manager call backup götürək. Biz kodda olduğumuz üçün bizə error verdi. Tamam. Baza söndükdən sonra call backup götürəcəyik operating sistem səviyyəsində. Call backupdan sonra isə bazanı start edir, yenidən həmin table üzərində transaksiyalar edilir. Sonra isə həmin DBF-imizi belə deyək, corrupt edib, backupdan geri döndürəcəyik və arxiv failləri vasitəsilə recover edib, sübut edəcək ki, əgər Oracle arxiv rejimdədirsə, heç bir yad etməyəcək. Uşaqlar, bazamız söndü, indi gəlin həmin bu users DBF-in backup'ını götürək. Bunlar harada yerləşirdir? CD, Oracle Home, Oracle Base, Oracle Data, OCL və users 01.dbf. Gəlin copy istifadə edək. Users 01.dbf, bu 01'ə bunun backup'ını götürək.
işləyişləri götürə bilərdik də bunu. Yox, işləyirsən Ermanla backup götürə biləcəksən. Ermanla. Qədiqi. Backup'ımızı götürdük, gəlin yoxlayaq. Backup'ımız buradadır. Şu anda indi bazanı qaldırırıq. SQL Plus SCCDB Startup. No mount oldu və bazamız open oldu. Yenidən qoşulaq. Scott Tiger Select Rules from İşçilər 3. Və başlayaq bunun üzərinə 3 dənə də transaksiya buraxaq. Insert, into, işçilər 3, values 4. Şübhəli. Ruslan Bendeliyer Komiteriyer və daha manav olsun. Komit 6 Vəli Komit. Uşaqlar yazılarsa axırıncı arxivimiz 32 idi. Bazanı söndürüb yandığımız üçün yenidən bura qoşular. Tuhatda daha rahatdır bunu reconnect eləmək. Disconnect ilə təzən reconnect eləyək. Select olursa da olur mu? 32 düzdür. Alter system switch log file. Birinə buraxaq. 2, birinə buraxaq. 3. Baxaq indi. Select olursa from $1 log file. 32-dən 34-ə kimi gəldi, düzdür. Yazıdadsa biz arxivləri haraya alırdıq? Bu 01 arx. Bax, buradaydı. Bizdə 32 idi, hal-hazırda 34-ə kimi gətirdik. Okey? Gəlin birinə buraxaq. 35. Okey? Deməli, bizim həmin o transaksiyaları elədiyimiz hansıların içində getdi? 32, 33, 34, 35. Okay, o həmin transaksiyalar bax, bu arxiv faylların içində arxiv olundu. Uşaqlar, indi nə edəcəyik biz? Bazanı stop eləyəcəyik, users DBF-ini siləcəyik, ondan sonra bazanı start eləyəcəyik və təbii ki, error almalıyıq. Bu errordan sonra biz görəcəyik ki, bizim user 01 DBF-imiz elə təsəvvür edir ki, yoxdur. Ondan sonra backup'dan istifadə edib, həmin faylı geri qaytaracaq, arxiv fayllardan istifadə edib bazanı recover eləyəcək. İndi gəlin əməliyyatlar eləyək. Və axırda bazanı açanda görməliyik ki, orada neçə yazı? 6 yazı olacaq. Həm bizim əvvəlki backup zamanı götürdüyümüz, yazdığımız 3 transaksiya və backup'dan sonra elədiyimiz 3 transaksiya. Yekunda olaraq 6 transaksiya bizə görsənməlidir. Bu zaman bazanı shutdown edək. Bazanı söndürəndən sonra uşaqlar gedək həmin o users DBF-ini silək. Oracle base Oradata pre-sale rem users 01. Gəlin eləməyək, adını sadəcə dəyişək. Elə təsəvvür edək ki, silinirdə nə fərqi var ki. Users 01 adını old qoyun. MV move adını dəyişdim. Uşaqlar, növbə ilə qalxacam, startup no mount. Alert log'a necə baxırdıq? Show parameter backgrounddan alert log'un harada yerləşdiyinə baxırdıq. Clear tail minus 50f alert OSL.log alter database mount error harada çıxmalıdır? Open olan zaman. Çünki open olan zaman kontrol faylının içindən baxacaq ki, user 01 DBF-i var, amma operating sistemdə biz onu belə deyək, dəyişdik. Bax, gördüksə, həmin faylı tapmadı. Uşaqlar, bu zaman nə edirik? Bazanı söndürürük. Bazanı söndürəndən sonra həmin faylı backup'dan öz yerinə kopyalayırıq. CP
harda yerləşirdi? User 01, U01 buradan kopyalayırıq. Oracle Base, ora data, OCL, adında users 01.dbf idi. Düzdür? Kopyaladıq. Şuralar, gəlin indi startup edək, görək nə olacaq. Startup. Mount. Və gördünüz ki, open olmadı. Nəyə görə? Çünki file 4-də media recovery lazım oldu. Çünki nəyə görə? System change-dan belə düzgün gəlmədi. Çünki o backup'dan götürülən zaman onun belə deyil, SCN-lərin nömrəsi başqaydı, amma control file-da başqadır. İndi bu zaman buna nə lazımdır? Recovery lazım. Bəli, arxivlərdən recovery lazımdır. Yaza bilərik. Bu zaman bura recovery database yaza bilərik. Recovery database, baxacaq hansı fayllara recovery lazımdırsa eləyəcək. Və yaxud yaza bilərsiniz recover data file 4. Auto. Bax gördünüz, arxivləri tapdı. Apply, log applied, media recovery completed. İndi yoxlayaq. Alter, database, open. Database alter, database'imiz açılır. Gəlin indi baxaq görək, bütün yazılar orada var. Select, ulduz from, scope nöqtə, işçilər 3. Bax görürüz, 6 transaksiyamızda. Onda eyni şeydir də, recover database-də eləsəydi. Bəli, recover database eləsəydiniz, yəni özü baxacaqdı, hansı DBF-ə recover lazımdırsa onu gələcəkdir. Bəli, baxaq. Bax, bura cancel da verə bilərdin, yəni recover eləməsin. Failın name-ini də özün yaza bilərdin, haradasa digər bir yerdə yerləşirsə, manual ilə belə deyə, failin yerini göstərə bilərdin, arxiv failin yerini. Və yaxud da avtomatik yazırsansa, özü arxiv faillarını hansı lazımdır, apply edin.